Rəhman və Rəhim olan Allahın adıyla məfahim dərsimiz 42-ci dərsin sualları və cavabları. Hansı məna doğrudur? 1. İslahun, əkunun, uməmun. A. İslah etmək oluram, ümmətlər. B. İslah, getsinlər, millətlər. 2. Təqabbəl, həb, hunəlikə. A. Qəbul edirsən, hədiyyə ora. B. Qəbul et, bağışla ora. 3. Yursilu, yəftərunə, yuflihunə. A. Göndərir, iftira atır, nicat tapırsınız. B. Göndərir, iftira atırlar, nicat tapırlar. 4. Xalət, əstəcib, vəhəbə. A. Keçdi, qəbul edirəm, bağışladı. B. Öldü, qəbul etdim, bağışla. 5. Muqimun, dəvətun, yarciunə. A. Dirçəltdi, dəvət edən qayıtdı. B. Dirçəldən, çağırmaq, qayıdırlar. Hansı variant düzgün cavabdır? 1. Ən gözəl, xar olmuşlar, təkəbbür edirlər. A. Həlimun, dəxirinə, yəstəkbirunə. B. Husnə, dəxirinə, yəstəkbirunə. 2. Qəbul edirəm, çağırırsınız, çağıran. A. Əstəcib, təd'unə, də'a. B. Ucibu, yəd'unə, duaun. 3. Qazandınız, nicat tapırlar, daxil olurlar. A variantı təksibunə, yəksibunə, kəsəbtum. B. Kəsəbtum, yuflihunə, yədxulunə. 4. Qocalıq, həlimli, dirçəldən. A variantı kibarun, muqimun, həlimun. B variantı kibarun, həlimun, muqimun. 5. Qəbul et, bağışla, dua et. A. Təqabbəl, həb, də'a. B. Təqabbəl, həb, ud'u. Düzgün tərcümələri müəyyənləşdirin. 1. Muxlisinə ləhuddin. A. İxlasla onun üçün dini. B. Xalis edənsiniz, onun üçün dinim. 2. Ucibu də'vətəd-də'a. A. Cavab verirəm çağıranın çağırışına. B. Qəbul et, dua edənin duasını. 3. İzə də'ani. Burada qeyd olunur ki, də'ani bu əslində belə idi. Yəni də'a, nun və yə. Nun hərfinin burada mənası yoxdur deyə qeyd olunub. Kitabda burada yəni qeyd etməmişəm, amma kitabda var. A variantı o zaman ki çağırdım məni. B. O zaman ki çağırdı məni. 4. Ud'uni əstəcib ləkum. A. Çağır məni, qəbul edim sizi. B. Çağırın məni, cavab verim sizə. 5. Seyədxulunə cəhənnəm. A. Tezliklə daxil olacaqlar cəhənnəmə. B. Tezliklə daxil olacaq cəhənnəmə. 6. Vəlilləhil əsməul husnə. A. Və Allaha məxsusdur gözəl ad. B. Və Allaha məxsusdur ən gözəl adlar. 7. Hunəlikə də'a Zəkəriyyə Rabbəhu. A. Orada çağırdı Zəkəriyyə Allahı. B. Orada çağırdı Zəkəriyyə Rəbbini. 8. Rabbi cəalni muqiməs-saləh. A. Ey mənim Rəbbim, seç məni namazı dirçəldən. B. Ey Rəbb, seçdin məni namazı dirçəldən. 9. Rabbənə və təqabbəl dua.
Burada qeyd olunur ki, dua bu söz əslində belə idi. Yəni duai ərəb dilində, yəni burada yəsi də var, değil mi? O ərəb dilində olan yazılış qaydalarına əsasən yə hərfi silinmişdir. A variantı: ey bizim Rəbbimiz və qəbul et duamı. B variantı: ey bizim Rəbbimiz və qəbul edir bizim duamızı. 10. وَدْعُوهُ خَوْفًا وَطَمَعًا. A. Çağır onu ümid və qorxu ilə. B. Və çağırın onu qorxu və ümid ilə. 11. İnne Rabbi ləsəmi'ud du'a. A. Şübhəsiz mənim Rəbbim eşidəndir duaları. B. Həqiqətən Rəbbim eşidir duanı. 12. Və sonuncu. Rabbənə innənə əmənnə. A variantı: ey Rəbb biz iman gətirdik. B variantı: ey bizim Rəbbimiz şübhəsiz biz iman gətirdik. Və cavabları hansı bəyana doğrudur? 1A, 2B, 3B, 4A və 5B variantıdır. Hansı variant düzgün cavabdır da? 1B, 2A, 3B, 4B, 5B variantı. Və sonuncu düzgün tərcümələri müəyyənləşdirin. 1B, 2A, 3B, 4B, 5A, 6B'dir və 7B'dir, 8A, 9A, 10B, 11A və 12B'dir. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.